Təəssüf ki, vaxtımız çox qısadır, amma yəni Əlbəttə. bunu daha geniş şərh etmək olar. İlk öncə demək istəyirdim ki, Zəngəzur məsələsi regionda daha çox İranı hər zaman narahat edən məsələ olub. Biz bunu dəfələrlə görmüşük. Yəni bu Əli-Əkbər vilayətinin ilk çıxışı olmayıb. Bundan əvvəl də bir neçə dəfə bu barədə fikirlər bildirib. Lakin bu dəfə məhz onun Ermənistan rəsmisi ilə, yəni səfirlə oturaraq məsələni müzakirə etməsi də bir növ çox böyük bir marağa səbəb oldu. Yəni demək əsas məsələ bundan ibarətdir ki, bu günləri biz az öncə dediniz yazını da elə o yazıda da başlıqda da əsas yer alır ki, yəni Ermənistan üçün əsas həyat xəttinə çevrilən bu Zəngəzur dəhlizi bu günləri müzakirə mövzusudur məhz Ermənistanla İran arasında. Və təəssüf verici bir faktı da qeyd etmək istəyirəm ki, bunun ardınca, məsələnin ardınca Ermənistan rəsmiləri, yəni Ermənistan Xarici İşlər Nazirliyində də belə bir açıqlama gəldi ki, bu məsələni biz rəsmi olaraq qəbul etmirik. Çox maraqlı bir nüansdır, həqiqətən də nəyə görə rəsmi olaraq qəbul edilmir bu? Əli-Əkbər vilayəti kimdir əslində? Yəni bir teokratik hökumətin, yəni dini hökumətin baş bir, yəni ali bir müşaviri kimi, yəni tanıyırıq biz bunu, baş siyasətçidir, yəni senior official kimi bunu ingilis dilində, yəni belə deyək də adlandırırıq bir titul. Belə bir şəxsi, yəni qeyri-rəsmi adlandırmaq olarmı sualı əsas meydana gəlir. Əlbəttə bu mümkünsüzdür və Ermənistanın dolayısıyla bunu qeyri-rəsmi adlandırması bu birmənalı olaraq məsələdən yan keçmək cəhdidir. Çünki bu onu göstərir ki, rəsmi İrəvan İrana qarşı hansısa bir fikir bildirmək istəmir. Özünü neytral kimi göstərmək istəyir. Bu da öz növbəsində çox da xoş görülmür. Çünki Zəngəzur dəhlizi təkcə burada Azərbaycanın niyyəti deyil, düzdür. Azərbaycanın əsas, yəni Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə birləşdirən bir ana xəttdir. Bu bir mənalıdır. Amma digər bir tərəfdən isə bu beynəlxalq, yəni miqyaslı, beynəlxalq əhəmiyyətli bir strateji xəttdir. Və burada həm Ermənistanın, həm Türkiyə, həm Azərbaycan, eyni zamanda Avropa və Asiya qitəsini birləşdirən bir xəttdən söhbət gedir. Və ona görə də Ermənistanın yaxasını kənara çəkir. Və bu barədə bir münasibət bildirməməsi də çox gülünc bir haldır. Nəysə, bundan bir tərəfə keçək, əsas İrana qayıdaq. İran tərəfindən belə bir niyyət deyil. Əlbəttə ki, burada iki məna daşıyır. İran təbii ki, hər zaman bunu siyasi don geydirməyə çalışır. Əslində onun qorxusu qərb qorxusu deyil təbii ki. Çünki bu Zəngəzur dəhlizinin əsas niyyəti burada silahlı qüvvələrin yerləşdirilməsi, hansısa bir İrana qarşı təhdid doğuracaq bir əməliyyatlara start verilməsindən söhbət getmir. Bütün bunlar absurddur. Əgər bir təhdiddən söhbət gedirsə, o zaman əgər ticari əlaqələrdən gedirsə, yəni beynəlxalq marşrut statusundan söhbət gedirsə, yəni Avropa və Asiya qitəsi arasındakı ticarət dövriyyəsinin rahatlaşdırılması, daha da təhlükəsiz vəziyyətə gətirilməsi, onda sual olunur ki, nəyə görə rəsmi Tehran bundan narahat olmalıdır? Bu da özü-özlüyündə sualın cavabını açıq şəkildə verir və bu sualın da mənasına meydana gəlir ki, Əli-Əkbər vilayətinin bildirdiyi fikirlər, yəni əsassız olaraq onu təhdid adlandırması və Tramp marşrutu adı altında bunu belə deyək, Tehrana qarşı bir hədəf kimi göstərməyə çalışması mənə elə gəlir bu məsələni bir qədər şişirtmək, ajotaj yaratmaqdır. Yəni qısaca demək istərdim ki, bu əslində İran tərəfi bilir ki, özü də gözəl bilir ki, marşrut öz növbəsində fəaliyyətinə başlayacaq. Sadəcə İranın bugün belə bir mövqe bildirməsi sabah, yəni gələcəkdə Zəngəzur dəhlizinin açılacağı təqdirdə onu bir qədər kənarda marjinallaşdırmış vəziyyətə gətirib çıxarır. Əksinə, yəni tutaq ki, qonşu Rusiyanın fikirlərinə gəlincə, qonşu Rusiyada məsələn marşrutun açılması ilə bağlı İran bu qədər təşviş keçirmədi. Yəni Rusiya ən azından öz niyyətlərini gizlətmiş oldu. Yəni burada daha çox açıq, daha praqmatik belə deyək fikir bildirdi, mövqe sərgilədi. Amma İrana gəlincə isə, İran isə nədənsə Zəngəzur dəhlizi məsələsinə gələndə bilavasitə burada daha çox dolaşıb qalır və hələ də bu açıq bir belə deyək siyasəti düzgünlük formada özünə dünyaya göstərməyə çalışır. Amma yenə də qısaca deyim ki, bunun İranla bağlı heç bir adiyyəti yoxdur. İranın heç bir təhdidi yoxdur. Əksinə birinci növbədə bu Azərbaycanın keçmiş, yəni əvvəldə, yəni 30 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini təmin edəcək. Hansı ki, buna qədərində biz İranın ərazisindən istifadə etmişik və
İran da düşünür ki, sabah Azərbaycan bu xəttin üzərindən artıq birbaşa öz ərazilərinə gediş-gəliş imkan əldə etdiyi təqdirdə, burada İranın artıq bir qədər nüfuzu sıradan çıxmış olacaq. Və bu da təbii ki, strateji maraqlardan irəli gəlir və İran istəmir ki, əlbəttə Azərbaycan sərbəst və suveren bir dövlət kimi tam olaraq olsun. Çünki bu suverenlik qismən də olsa İranın bir qədər imkanlarını daraltmağa çalışır. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycanla Türkiyə arasında əlaqələr birbaşa açılır. Bu da tarixən İranı həmişə narahat edən, məyus edən məsələlərdən biri olub və bu səbəbdən də İran hər zaman bunu Zəngəzur məsələsini dilə gətirir. Baxmayaraq ki, burada Azərbaycanın suverenliyindən söhbət getsə də, yenə də İran bu məsələnin üzərindən qaçır və daha başqa hədəflərə yayındırmağa çalışır məsələni. Başqa bir tərəfi isə, yəni bu əsassız bir tərəf mən deyərdim. Çünki burada yenə dediyim kimi Zəngəzur dəhlizinin biz niyyətini açıq şəkildə bilirik. Yəni nədən ibarətdir? Burada Avropa-Asiya arasındakı bir böyük dəhlizin segmentindən söhbət gedir. Burada heç bir hansı ki qərb meyilli bir qüvvələrin bura toplanması, hansısa başqa bir niyyətlərin həyata keçirilməsindən söhbət getmir. Azərbaycan çox gözəl tanınır dünya miqyasındakı, heç bir zaman hansısa böyük dövlətlərin forpostuna çevrilməyib. Və forposta çevrilən dövlətlərə də qarşı hər zaman qarşıya böyük bir öhdəliklər qoyub. Buna qədərində hətta Ermənistanın belə, hətta Vətən müharibəsinə qədər və Vətən müharibəsindən sonraki müəyyən dövrlərdə də onun qərb meyilli bəzi qərb qüvvələri tərəfindən forposta çevrilməsini açıq şəkildə tənqid edib. Bu günləri daha çox öz ərazilərində bəzi qüvvələri yerləşdirməyə cəhd göstərən, daha çox niyyətli olan Azərbaycan deyil. Və açıqdır kimdir. Amma Azərbaycan hər zaman belə qüvvələri öz ərazilərindən, coğrafiyadan kənarlaşdırmağa çalışır. Yəni, qısacası ondan ibarətdir ki, Zəngəzur dəhlizinin heç bir hansısa qonşu dövlətlərə qarşı yönəlmiş bir strateji məqsədi yoxdur. Bu məqsəd yalnız və yalnız göründüyü kimi bundan əvvəl Şimal-Cənub dəhlizindən istifadə olunurdu. Amma bu məlum olduğu kimi Rusiya üzərində sanksiyalardan dolayı həmin marşrut xətti qərb tərəfindən o qədər də təhlükəsiz deyil artıq. Bu təhlükəli bir marşrut kimi qənaətləndirilir. Digər tərəfdən isə İrandan istifadə etmək bir dəhliz kimi, bu da mümkünsüzdür, əlbəttə. Çünki qərb üçün bu da mümkünsüzdür, çünki sanksiyalar mövcuddur İran üzərində. Və nəticədə belə qərara gəlinir ki, Zəngəzur dəhlizi ən təhlükəsizi və ən, belə deyək, dayanıqlı və asan və qısa bir marşrut xətti kimi nəticələnir və hesab edirəm ki, bu da gələcəkdə ortaq maraqların, dünya miqyasında ortaq maraqları tamamilə tamamlamış olur və İranın da bu cür ritorikaları hesab edirəm ki, yalnız bir qədər ortalığı bulandırmaq əhəmiyyəti daşıyır. Əminliklə demək istərdik ki, bunu rəsmi Tehran özü bildirmir, amma buna qeyri-rəsmi adı verməyə çalışırlar. Amma bunun bir rəsmi şəxs tərəfindən deyilməsi isə o özlüyündə bir rəsmi bir mesaj kimi də səsləndirilmə təəssüflər olsun ki.